Bismillahirrahmanirrahim. Dostlar, mən İranda baş verən hadisələrin bir qısa izahını da deyim. Əlbəttə, mən sürətlə danışmağa biraz məcburam, çünki bəzən mətləb çox olur, həcm az olsun. Baxın, həmişə indiyəcən bütün müharibələrdə əsasən bu olub ki, adətən ordu birinci dərəcəli çıxış edib, amma kəşfiyyat dairələri və əks kəşfiyyat ikinci dərəcəli köməkçi rolda çıxış edib. İranla da bu cür olub. Yəni, bütün müharibələrdə adətən, məsələn, Amerika ordusu öndə gedib, kəşfiyyat, əks kəşfiyyat bu kimi orqanlar isə ona köməkçi rolunda çıxış ediblər. Məsələn, MI6 İngiltərənin və yaxud Amerika Birləşmiş Ştatlarının xüsusi kəşfiyyat orqanları ya Mossad. Belə olur. Yəni, əgər İsraillə üz-üzə olubsa, İran, İslam Respublikası, İsrail hərbi qüvvələri öndə olublar və təbii ki, kəşfiyyat ona köməkçi olub. 12 günlük müharibədən sonra isə ilk dəfə vəziyyət dəyişildi. 12 günlük müharibədə İsrail ordusu qabaqda idi, kəşfiyyat ona hər tərəfli kömək edirdi. Amma 12 günlük müharibədən sonra ilk dəfə vəziyyət dəyişildi. Bəşər tarixində deyirəm ki, bəlkə hərb tarixində bir yenilik gəldi. O da bundan ibarətdir ki, İsrail kəşfiyyatı Mossad əsas vəzifəni boyuna götürdü və İsrailin terror rejiminin, bu cür dəqiq deyək, ordusu ona köməkçi vəzifəsində çıxış elədi. Buna görə biz 12 günlük müharibədən sonra dərhal belə bir təhlil verdi ki, bu dəfə fərqli olacaq. Yəni, birinci ixtişaşlar yaratmaq ardınca olacaqlar, ondan sonra zərbə vurmaq dalınca olacaqlar. Yəni, ondan sonra ordu daxil olacaq. Yəni, Mossad gəlir İranda indiyəcən qurduğu şəbəkələri fəallaşdıracaq. O, Xoşteşin bir tanınmış mütəxəssis var İranda, kifayət qədər tanınıb. O və Əbdi, neçə nəfər məşhur şəxslər var, dəqiq qeyd edirlər. Deyirlər, hər halda İran daxilində bunlar çox güclü bir dənə şəbəkə qura biliblər. Bu həqiqətdir. Pulları var, imkanları var, dünya hamısı bunlara kömək edir. Texnika, texnologiya imkanları əllərindədir, buna müvəffəq olublar. Və bundan sonra ordu gəlib onlara kömək edəcək. Yəni, Mossad öndə gedəcək. Buna görə İran daxilində bu həzm, təxribat görürsünüz, düşmənçilik işlərini görürsünüz. Bunun adı etiraz deyil, ixtişaşları görürsünüz və ki, Allahın köməkliyi ilə bu nizamın həcamətidir və bu tirklər təmizlənir və təmizlənəcək. Bu həqiqətə Mossadın, bu cür deyək, bütün işinin yağıdır, şirəsidir. Bütün o indiyəcən yığdığı o çirkin təcrübələr, çirkinlikləri İranda piyada həyata keçirmək istəyir. Və 3 mərhələ nəzərdə tutub. Birinci mərhələ iqtisadiyyat adı iləndir. Cəmaət iqtisadiyyata görə gəlir, iqtisadi vəziyyətin ağırlığına görə gəlir. Bəli, doğrudan da bir dəstə iqtisadiyyata görə gəlir, amma onu sürətlə kiçik bir dənə ixtişaşlı dəstə, Mossada bağlı dəstə, qərbə bağlı dəstə, onu silahlı qarşı durmaya çevirirlər. Bu mərhələdə uğursuz oldular. Çünki bunun dalınca ikinci və üçüncü mərhələ gəlməli idi. İkinci mərhələ nə idi? Milli qarşı durma yaratmaq. Kürdlər durur, Pijak və Komala dəstələri. Bunlar hücum etməli idilər. Müxtəlif məntəqələrdə hökumət nizam qoşunlarına, İslam əskərlərinə və eyni zamanda türklərə. Türklərlə kürdlər arasında bir qarşı durma yaranır. Eyni zamanda Tehranda da iqtisadi vəziyyətə görə güya, amma iqtisadi vəziyyətə görə deyildi, qarşı durmalar davam edir. Tehranın başı qarışıb və türklərlə kürdlər arasında qırğın başlayır. Bundan sonra bəzi qonşu ölkələr, həqiqətən NATO, şimaldan, Qafqazdan məntəqəyə, yəni İran İslam Respublikasına türklərin müdafiə adı ilə daxil olmaq planı var idi. Bundan əlavə Əl-Əhvaziyyə və daha çox etnik qruplaşmadır, amma məzhəb elementləri də onda var və daha çox məzhəb yönümlü, radikal vahabi fikirli Sistan Balocistanda olan qüvvələr fəallaşmalı idi. Yəni, 3 mərhələli bir mərtəbə idi. Bunların da mərkəzləri bəzi qonşu ölkələrdə, paytaxtlarında var. Fikir otaqları, beyin otaqları. Birinci mərhələ bunlarda uğursuz alındı. Amma əl çəkəcəklər? Xeyr, əl çəkməyəcəklər. Bunların B variantı olacaq, C variantı olacaq. Amma mən sizə əmin edirəm, bir axır zaman haqqında müxtəlif mətləbləri mütaliə eləmiş adam kimi, yəni 20-30 dənə ən azı vaxtda kitabları mütaliə etmiş adam kimi, hadisələrin incəliyini təhlil edən kimi, araşdıran kimi deyirəm, çətin olacaq. Ağrılı olacaq, amma şirin olacaq sonu. Bir ömür demişik, zuhur istəyirik, imam zamanın gəlməyini istəyirik, buyurun, bunlar olmalıdır. Müxtəlif xain və nifaq, münafiq şəbəkələri, lobbilər və hamısı üzə çıxmalıdır yavaş-yavaş. Bu olmalı idi. Nə qədər bunlar yox idi, bilinmirdi kim düzdür, kim yalandır, kim əyridir, kim doğrudur.
Bir fitnələr olmalıdır. Məsumdan hədis var ki, axır zamanda fitnələr istəyin ki, nifaq cərəyanları üzə çıxsın. Mərhələ-mərhələ çıxacaq, yavaş-yavaş çıxacaq. Amma əmin olun ki, məntəqə dəyişiləcək. Və plan budur ki, proqram budur ki, həm düşmənin, həm dostun. 2030-a kimi bu proses dərindən geçsin. Bu nifaq və küfür və casus şəbəkələrin üzə çıxıb təmizlənməsi. İnşallah Allahın köməyi ilə bu olacaq. Çətin olacaq, təbidir. Heç nə rahat insana verilmir, amma sonu çox şirin olacaq.